Fuad Cəlilovun Günahkar bədii serialında. Səbirli ol Kərim. Əmməm şey deyərdi, ölənin dalıyca ölmə. Bağışla məni dədə. Səni kəndə apara bilmədim. Bütün günahlar məndədir. Səlim evdən gedməsəydi, dədəmə də heç nə olmazdı. Olacağa çarə yoxdur. Allah rəhmət eləsin. Sən bundan sonrasını fikirləş. Hər gün deyirdi, çıxart məni bu evdən. Ürəyim sıxılır. Elə bil türmədəyəm. Sən nə edə bilərdin axı? Əmim kənd adamı idi. Şəhərin havasına öyrəşməmişdi. Harda yaşasaydı, yenə eyni söz deyəcəkdi. Əmoğlu, müğayət ol. Evə qədər yerimizi bilirlər. Dədəmdən sonra sənə bir şey olsa, ürəyim partlayar. Sən narahat olma. Ona mən lazımam. Həm də bundan sonra evdə qalmayacaqsınız ki. Nə fikirləşsən ki, əmoğlu? Başqa bir yerdə qalacaqsınız. Ora daha məsləhətdir. Özümdən çox siz üçün narahatım. Allah rəhmət eləsin. Ölənlərə rəhmət. Ölənlərə rəhmət. Səbirli ol qardaşım. Bəkir adında bir nəfər var. Səməndərin yaxın adamıdır. Bizim Bəkir olmaz ki. Qulaq gündə bir söz eşitməsə, kar olar. Necə öyrənə bilərsən onun haqqında? Onu öyrənmək çətin deyil. Məni çağırmısan. Hə, mən çağırmışam səni. Bəkir, vaxtı çatıb Səməndərin. Başlaya bilərsən. Mənə bir həftə vaxt lazımdır. Cəmi bir həftə. Yaxşı Bəkir, bir həftə vaxtım var. Səməndərin şirkət məsələsini həll elə. Yaxşı. Hə. İndi yadıma düşdü.
O gün də gəlmişdim, səndən Cavanşiri soruşdum. Rızanın əlindən qaçmağını deyirəm. Amma soruşmadım hansı Cavanşirdir. Elə o Cavanşirdir Bəkir. Salam, buyurun. Bayaq bura bir nəfər girdi. Bilmədiz hara getdi. Bilmirəm. Nətər yanı bilmirəm. Bura gələndən soruşmursunuz hara gedirsən. Müəllim, dedim ki, bilmirəm. Çox sağ ol. Dəyməz. Əsmər, necəsən? Çox sağ olun doktor. Yaxşıyam, siz necəsiz? Yaxşı. Necə baxırlar sənə? Yaxşı baxırlar. Çox razıyam. Lap yaxşı. Əsmər, Bəli doktor. sənə bir söz demək istəyirəm. Amma bilmirəm razı olacaqsan ya yox. Buyurun. Sabah bu klinikanın müdürü gələcək. Sənin bu klinikada işləməyinlə bağlı danışmaq istəyirəm. Çox istəyərdim. Amma mən bu klinikada nə iş görə bilərəm ki? Əsas odur ki, sən razı olasan. Müdürlə danışıb bir qərara gələrik. Sən narahat olma. Ne olur? Dedemizi yitirdik.
Eşdirəm Daşqın. Hardasan Bəkir? Biraz işim var. Sonra özüm səni yığaram. Yaxşı Bəkir. Yaxşı. Bəkir, neynəmək istəyirsən Bəkir? Əgər bu neçə illərdə məni aldatmısansa, sən öz əllərimlə öldürəcəm. Səməndər, nahaq yerə Bəkiri günahlandırma. Daşqının sözünə görə neçə illik dostundan ayrılma. Daşqın mənim oğlumdur. Onun sözü mənim, mənim sözüm onun sözüdür. Nəsə, mən gedirəm ofisə. Axşam görüşərik. Daşqın, gəl ofisə. Yaxşı, oldu. Bağışla məni ata. Səni çox incitdim. Layiqincə övlad ola bilmədim sənə. Səlim, özünə gəl. Səlim, bunları göydə axtardım, yerdə tapdım. Yeri deyil, Ağabəyimdən ayrı. Səlim, dözümlü ol. Gedə evə. Gəl gedək Səlim. Gedirlər. Tapşır izləsinlər. Eşidirsiniz məni? Qəbirstanlıqdan 2 nəfər adam çıxır. Tez izləyin. Düşün arxasınca. Allah rəhmət eləsin Ağabəyov. Axır qəmin olsun. Ölənlər bizə rəhmət. Nə olub Cəbi, xeyirdirmi? Niyə öldürmədilər səni? Bilmirəm. Nə soruşdular sənə? Heç nə. Heç nə soruşmadılar. Cəbi, bu satıb bizi. Öldür geçsin. Dur.
Bilirsən niyə öldürürəm səni? Öldürmə məni, qurban olum. Mənim bir günahım yoxdur. Kəs səsini. Ona görə ki, düşmənimin əlinə keçən adamım sağ qalıbsa, deməli məni satıb. Sən ya onların əlində ölməliydin, ya da özünü öldürməliydin. Məndən heç nə soruşmadılar. Valla billah. Kərimdir, kimdir? Ancaq dördü məni. Cavanşirin yerin səndin son olaraq. Mən heç bilmirdim onu orada saxlayırsınız. Cəbi, öldür getsin bunu. Zəng elə, Saraya gəlsin. Bəlkə özümüz əl eləyək. Sara gəlsə, Cavanşirin yanında bir nəfər də qoymayacaq. Yox Cəbi, gəlsin. Cavanşirin ipini bir dəfəlik yığacam. Vazgeçilmez bir parçasısınız. Çok önemli bir parçasınız. Parça yukarı tam merkezinde durmuşsunuz. Evdən sənə paltar gətirmişəm Əsmər. Geyinərsən. Çox sağ ol. Sabah müdürün qəbuluna gedəcəksən. Elə demək istəmədim Əsmər. Sən belə də gözəlsən. Yox, incimirəm Günel. Sənə əziyyət verdim deyə narahat oldum. Ay qız, o nə deməkdir? Nə əziyyət? Günel, mənim burada işləməyimi kim istədi? Həm Tural doktor, həm də mən. Nə olub ki? Nədən narahatsan? Heç. Mənim burada bacardığım iş yoxdur axı. Narahat olma. Müdür yaxşı adamdır. Nə mənim sözümü yerə salar, nə də Tural doktorun. Həm də mənim evimdə yaşayarsan. Ara sakitləşər, yenə gedərsən kəndə. Səlim də gələr, yenə hər şey əvvəlki kimi olar. Ey, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. Bu neçə illərdə necə də tanımamışam bunu. Dədə, harda görsəm onu vuracağım. Görsən vurarsan. Niyə bizə rast gələnlər belə xain çıxır? Özdə kim? Bəkir. Heç kim inanmaz buna. Rıza düz deyirmiş. O qurt məni içimdən yedi. Sən narahat olma. Əlimdən gələni eləyəcəm. Amma Bəkiri yaşamağa qoymayacağam. Ehtiyatlı ol. Bizim çörəyimizi yiyən adamlardan ehtiyatlı ol. Ged evlərinə. Özünü elə apar ki, güya ki buradan apardığı sənədlərdən sənin heç xəbərin yoxdur. Söz al ondan. Sonra imkan tapan kimi arvadın da özünü də güllələ. Səməndər bugün çox əsəbi idi. Onlar həmişə elədir. Bəkir də hərdən bir görürsən evə əsəbi gəlir. Səhər yenə köhnə hamam, köhnə tas. Sən axşam bir Bəkirdən söz al. Gör nə olub. Soruşacağım, yenə deyəcək ki, işdə əsəbləşmişəm. Yox, nəsə bir başqa məsələdir. Səməndər heç vaxt Bəkirə bu cür əsəbləşməmişdi. Yaxşı, soruşaram.
Amma sonra mənə zəng elə. Sən məndərdən nə desən çıxar. Allah rəhmət eləsin əmiyə. Bu gün sabah evdən çıxacaqsınız. Niyə? Ev almışam sizə. Bəs o evi nə edəcəyik? Sənin işin olmasın. Mən həll eləyəcəm hamısını. Götür. Bu nədir? Sağlıqla sürəsiz. Bir müddət yanınızda ola bilməyəcəm. Amma nəzarətimdə olacaqsınız. Çox sağ ol. Niyə? Hara gelsən ki? Uzağa getmirəm, narahat olmayın. Bəzi işləri həll eləmək lazımdır. Bilirəm. Rızaya görə bizi bu evdən köçürdürsən. Ona görə də bizim yanımızda olmayacaqsan. Mən sizi düşdüyüm odun için ata bilmərəm. Ona görə Kərim bir müddət yalnız ola bilməyəcəm. Bəs özün harda qalacaqsan? Mənim yerim çoxdur. Sən narahat olma. Sadəcə hər addımınızda ehtiyatlı olun. Məni peşman eləməyin. Söz verirəm. Ürəyimi buz kimi saxla. Bəs səninlə necə əlaqə saxlayacağıq? Özüm sizinlə əlaqə saxlayacağam. Yaxşı. Görüşərik. Salam ata. Sən qapı döyməyi nə vaxt öyrənəcəksən? Başqaları da qapı döysün mən də. Dayılarla mənim nə fərqim oldu ki? Bala, qapı döymək mədəniyyətdən irəli gəlir. Mən də sənin oğlunam da. İstər elə, istər belə. İndi nə üçün gəlmisən? Bu gün dostlarımla gəzməyə gedəcəm. Pul istəyirsən, başa düşdüm. Amma nə vaxta qədər məndən pul alacaqsan? O boyda institutu dostlarıma görə atdın. Onlardan sənə xeyir gəlməyib, gəlməyəcək də. Amma ata, sən dedin, mən də qulaq astım. Amma həyatda bəzi şeylər var ki, məcbur olub xeyrindən qaçırsan. Sənə nə məcbur eləyir ki? Sonra danışarıq. Yaxşı. Gəl. Rəhim müəllim, Əsmər xanımdır. Günelin rəfiqəsi. Lap yaxşı, şad oldum. Rəhim müəllim, sizdən bir xahişimiz olacaq. Buyur. Əsmərin bizim klinikada çalışmağına icazə verərsiniz. Əsmər xanım nəyi bacarır? Anlaşıldı. Əsmər bizim klinikada nə işləyə bilər? Rəhim müəllim, Əsmər bacarıqlı qızdır. Nə lazım olsa özüm öyrədəcəm ona. Aydındır. Mən bir şey fikirləşib sizə xəbər eləyərəm. Rıza. Sara gəlib. Gəlsin. Yaxşı. Yaman qocalmısan. Sənin kimi gözəl qadını illərlə görməyəndə adam qocalar da. Otur. Nə əcəb yadıva düşdüm. Sən özünü yaddan çıxaran qadın deyilsən, Sara.
Mən xaricə gedəndən xasiyyətin heç dəyişməyib. Bəlkə də yanında bir qadın olsaydı, dəyişərdin. Bizim kimi adamları qadınlar dəyişə bilsəydi, bu dəqiqə torpağın üstündə yox, altındaydıq. Nə məsələdir? Niyə buradayam? İş var Sara, iş var. Sənin aşırtmadığın işi mən aşırdacağam. Hə. Adamın adı, ünvanı. Tələsmə Sara, tələsmə. Cəbi. Bu hələlik sənin cib xərcliyindir. Cəbi. Ged oteldə Saraya yer tut. İstirahət eləsin. İşlərimiz çoxdur. Yaxşı. Mən çox dedim Səməndərə, bu işi uzatma. Deyə indi də polisə çağırıblar. Coşqunun deyişində günahlandırsalar, vəssalam da, gəl indi də türməyə bunlar üçün çörək daşı. Bibi, niyə əsəbləşirsən ki? Sən demədin Akşin intiqamını al? Güya əmim Səlimi öldürsəydi tutmayacaqlar onu. Bilərdim də nə üstə getdi. Yoxsa bizə lazım olmayan adama görə yox. Qoca arvad üstə getməyə lap məni yandırır. Əmim ortada qalan adam deyil. Çıxış yol tapacaq. Eşitmisən də, Bəkirlə də arası dəydi. Yanında heç kimi qalmadı. Niyə? Yanında dağ kimi oğlu var. Hələ qardaşı oğlum demirəm. Bəsdir. Gördük dağ boyda oğlunda, səni kimi qardaş oğlunda. Bəkirlə nə dərdi varsa bu Səməndərin, heç bilmirəm. Nəsə yaman ciddi məsələyə oxşuyur. O gün daşqından Cavanşin adını eşitdim. Güya Bəkirlə uşaqlıq dostudur. Əmmin isə düşməni. Lap pis toqquşublar. Anam hər gün səni soruşur. Niyə? Necə olmasa gələcək kürəkən səndə, maraqlanır səndən, neynəsin? Deyir, indiki cavanlara inam yoxdur. Bir dəqiqə dayan. Keç otur. İndi nə demək istəyirsən? Qorxursan ki, aldadaram səni? Mənim üçün ailə qurmaq oyuncaq deyil. Kənan, mən sənə inanıram. Bilirəm ki, məni sevirsən, qayğıma qalırsan. Amma hərdən də qorxuram. Nədən qorxursan? Sənin gözündə adiləşməkdən qorxuram. Əzizim, mənim gözümdə adiləşmək istəmirsənsə, olduğun kimi qal. Əvvəl səni necə qəbul eləmişdimsə, elə. Yaxşı? Birdən olduğum kimi qalmadım. Dəyişəcəksən məni kiməsə? Deyəsən məni düzgün başa düşmədin. Siz kişilər beləsiz də. Bir sözünüzün altında o qədər söz gizlənir ki. Mənim səndən gizlin heç nəyim yoxdur. Həm də bir-birimizi seviriksə, aramızda gizlin nə olmalıdır? Ona görə də mən özümü xoşbəxt hiss edirəm. Xoşbəxtçilik hər bir insana verilib. Sadəcə hər insan o hissi özündə oyada bilmir. Yəqin bunu biz bacarmışıq. Dur gedək. Bugün bizim günümüzdür. Yaxşı, gəl gedək.
Hə, xoş gəldin qaqa. Salam. Keç otur. Belə olar da. İşin düşəndən düşənə axtararsan məni. O yanındakı dostların imkan versə ara bir axtararıq səni. Onlar mənim dostlarım deyil, iş yoldaşlarımdır. Hər nə, bir yerdəsiz də hər gün. Eşitdim, pis oldum. Allah rəhmət eləsin. Gələ bilmədim. Gələk bağışlayasan. Allah sənin də qardaşıma rəhmət eləsin. Dədəmi çağırıblar polis idarəsinə. Gəldim ki, səndən xahiş eləyim. Sorğu-sualda incitməsinlər onu. Yaxşı fürsət keçib Cəllovun əlinə. Bilmirəm kimin əlinə nətər fürsət keçib. Amma səndən xahiş elədim. Sən deyəsən Cəllovu yaxşı tanımırsan. Nə qohum bilir, nə qardaş. Qırmağın kisancdı və salam. Mən o Cəllov deyirsən, nə deyirsən, o maraqlandırmır. Dədəm onsuz da fikir içindədir. Səni dost bildim, görüşdüm. Bir şey fikirləşərik, narahat olma. Coşqun tutulanda da dedim narahat olma. Uşaq əllə ayaqlı getdi. Sənə dəymədim, Allah'a şükür elə. Bəxtin gətirdi ki, Coşqunla bir yerdə olmağın sübut olunmadı. Yoxsa sən də oralardaydın. Minnət qoyursan mənə? Minnət qoymuram, yadıma salıram. Dədəm bəyəm adam öldürüb ki, belə narahatsan? Yox, adam öldürməyib. O boyda kişini gəl-gələ salmasınlar deyə narahatam. Onun məndən başqa canına yananı yoxdur. Daşqın, sən elə bilirsən ki, polisin işi asandır. Ölmüş olanda inan gecələr də yatmırıq. Yuxumuza da cinayətkar görürük. Nə tez bezdin? Bezməmişəm, yorulmuşam. Vallah dədəm bilsə ki, mənim səndən bir əlaqam var, dilimi boğazımdan çıxardar. Niyə? Coşquna görə. Deyəcək ki, belə bir dostun tanışın vardısa, niyə qardaşına kömək eləmədin? Məndən asılı olmayan işləri məndən xahiş eləmə, Daşqın. Baş üstə, cənab ağa bəyim. Eşidirəm. Hə, gəlsinlər. Gəl. Oturun. Bilirsiniz də niyə çağırılmısınız? Bilmirik. Səməndər Vəlxanovun oğlunun ölüm işi ilə bağlı. Bizim ondan heç bir əlaqəmiz yoxdur. Amma atanız onun fermasında işləyirdi. Elə deyil? Dədəm rəhmətə gedib. Onu bu işə qatmayın. Bilirəm. Allah rəhmət eləsin. Ölənlərinizə rəhmət. Suallarınıza cavab verdik. Gedə bilərik biz. Mən istədiyim cavabı almadım. Nə qardaşım Kərimin, nə də rəhmətli dədəmin bu işdə heç birinin günahı yoxdur. Həm də mənim. Gəl.